Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizə həyatımın çox xüsusi, amma eyni zamanda çox çətin bir dövründən danışmaq istəyirəm. Əgər kanala abunə olmamışsınızsa, abunə olun, videonu bəyənməyi unutmayın. Çünki bu kimi real həyatın içindən hekayələri sizlə daha çox paylaşmaq istəyirəm. Mən hardasa 2 il satıcı işləmişəm. Çöldən baxanda adi bir iş kimi görünə bilər. Amma içində olanda görürsən ki, bu iş həm bədəni, həm ruhu yoran bir yoldur. Gündə 10-12 saat ayaq üstə dayanmaq, bəzən oturmağa bir dəqiqə belə vaxt tapmırdım. Suyu belə ayaq üstə içirdim, ya da heç içə bilmirdim. Ayaq üstə qalmaq sadə səslənə bilər. Amma günlərlə, həftələrlə, aylarla fasiləsiz ayaq üstə qalmaq, dincəlmədən, oturmadan çalışmaq bədənin deyil, ruhun da yorulmasına səbəb olur. Elə günlər olurdu ki, evə gələndə ayaqlarımı hiss etmirdim. Bir də müştərilər. Müştərilər çox fərqli olurlar. Gülər üzü də var, əsəbisi də, heç gözünün içinə baxmadan danışanda. Bəzən elə sözlər eşidirdim ki, sadəcə susurdum. Çünki susmaqdan başqa çarəm yox idi. Amma hər dəfə içimdə bir his yaranırdı. Niyə bizə bu qədər sayğısız yanaşırlar ki? Biz də insanıq axı. Bir də mağaza təmizliyi. İşlədiyim bir mağazada bizim tək işimiz satış deyildi. Mağazanı silib süpürmək, güzgüləri silmək və sair işlər də bizə düşürdü. Dəfələrlə olub ki, mağazanı təzə silmişəm, hələ döşəmə par-par parıldayır. Birdən bir müştəri gəlib palçıqlı ayaqlarına içəri girir. Elə rahat, elə vecsiz. Öz-özümə deyirdim. Axı görürsən, təzə silmişəm. Niyə bu qədər hörmətsizlik eləyirsən? Amma yenə də heç nə deyə bilmirdim, gülümsəyib işimə davam edirdim. Amma bu iş mənə çox şey öyrətdi. Səbir, insan psixologiyası, gülümsəmə gücü, stresə necə dözmək lazım olduğunu, hətta bəzən bir sağ ol bütün günü gözəlləşdirirdi. O qədər az olurdu ki, belə sözlər dəyəri 2 qat artırdı. İndi həmin işdə deyiləm. Həyatım tamam fərqli istiqamətə gedir. Amma o 2 il mənim üçün bir məktəb oldu. Və bu videonu çəkirəm ki, bəlkə mənim üçün bu çətinliyi yaşayan biri var. Bəlkə hal-hazırda o palçıqlı ayaqlara susan, təşəkkürsüz işləyən, amma yenə də içində ümid saxlayan birisən sən də. Bil ki, sən tək deyilsən. Zəhmətin boşa getməyəcək. Sənin o susqunluğun, o səbrin, o yorğun baxışların bir gün nəticə verəcək. Bu həyatda heç bir zəhmət gözdən itmir. Sadəcə zaman alır. Əgər sən də bu cür bir həyat yaşamısansa, aşağıda şərhlərdə bölüş. Mən oxuyacağım. Bəlkə bir-birimizi daha yaxşı anlayarıq. Videonu bəyəndinizsə, like düyməsini basın və abunə olun. Çünki belə real hekayələrlə tez-tez burada olacağım. Özünüzə yaxşı baxın. Unutmayın, çətinlik sizi yıxmaq üçün yox, böyütmək üçündür. Görüşənədək.